Salam, bugün Logix ERP-də ambar üzrə mal sayımının aparılması qaydası ilə tanış olacaq. Qısaca mal sayımı haqqında danışaq. Mal sayımı əməliyyatı ambardakı qalıqların yoxlanılması üçün aparılır. Belə ki, həftədə bir dəfə, ayda bir dəfə və ya rövdə bir dəfə müəssisənin ambarlarında mal sayımı əməliyyatı aparılır. Sistemdəki virtual qalıqlar ambardakı real qalıqlar ilə müqayisə olunur. Təsəvvür edək ki, biz ambarların birində sayım etmək istəyirik və bu sayımı siyahı əsasında edəcəyik. Bunun üçün biz əvvəlcə Logix ERP-də ambar qalıqlarını çap etməliyik. Burada biz sayım etmək istədiyimiz ambarı birinci seçirik. Misal üçün, Nərmanov mağazasında sayım etmək istəyirik. Bu formada hesabatı çap edirik və ambarda sayım etməyə başlayırıq. Təsəvvür edək ki, biz siyahı əsasında sayımı edərkən aşkar edirik ki, MDF-dən real ambarda əslində 10 ədəd deyil, ancaq 7 ədəddir. Və ikinci maldan, laminatdan təsəvvür edək ki, misal üçün, və ikinci maldan, laminatdan ambarda 45 ədəd deyil də daha artıqdır, misal üçün 60 ədəddir. Bunların səbəbləri müxtəlif ola bilər. Biz hal-hazırdakı ambardakı əskiyin və artığın səbəblərin nə olduğunu bilmirik. Bu fərqli səbəblərdən ola bilər. Misal üçün biz laminatdan nə vaxtsa 15 kvadrat metr mal alışı etmişik, amma mal alışı əməliyyatını sistemə daxil etmədiyimiz üçün hal-hazırda real qalıqları yoxlama zamanı artıq aşkar olunub. Bunu sistemdə düzəltmək üçün mal sayımı əməliyyatını yerinə yetiririk. Gəlirik mal sayımına. Mal sayımı əməliyyatını açdıq. Yeni düyməsinə vururam. Burada sayım etdiyimiz ambarı seçirik. Bu hissədə yoxlama zamanı etdiyimiz siyahıdan lazımdır ki, həmin siyahının üzərində düzəliş edə bilək. Bu ambara görə qalıqların siyahısının burada əks olunması üçün hesabla sahəsinə işarə qoyub sənədi yaddaşa yazırıq. Sistemdəki ambarın virtual qalıqları buraya əks olunur. Burada əsas olan iki sütun var, qalıq və sayılan sütunlar. Biz sənəddə işləməyə davam edirik. Sənədi biz yaddaşa yazmışdıq. Artıq sənəddə işləyə bilmək üçün düzəliş düyməsinə vuraraq sənəddə işləməyə davam edirik. Burada qalıq sütunu sadəcə oxunmaq üçündür. Sayılan sütunda isə düzəlişləri yaza bilərik. Biz sayım zamanı müəyyən etmişdik ki, əslində real ambarda MDF-dən 10 kvadrat metr deyil, 7 kvadrat metrdir. Bu səbəbdən burada düzəliş edərək 7 yazırıq. Laminatdan isə ambarda aşkar olunmuşdur ki, 45 kvadrat metr deyil, 60 kvadrat metrdir. Burada fərq sütunu var, bunu biraz daha irəli çəkə bilərik. Burada biz görə bilirik ki, artıq sayım sənədinin içindəki MDF adlı maldan -3 fərq yaranmışdır. Digər maldan isə müsbət 15 fərq yaranmışdır. Təsdiq sahəsinə işarə qoyub sənədi yaddaşa yazırıq. Gəlin hesabatları yoxlayaq. Mal sayımının nəticəsini mal dövriyyəsinin hesabatında görə bilərik. Burada görürük ki, MDF adlı maldan sayım əski olmuşdur. Ambardan məxaric olmuşdur 3 ədəd. Daha əvvəl 10 idi, hal-hazırda 7-dir. Laminatdan isə 45 kvadrat idi. 15 kvadrat mədaxil olunmuşdur sayım artığına görə və son qalıq 60 kvadrat metr təşkil edir. Beləliklə, biz bugün ambar üzrə mal sayımının aparılması qaydası ilə tanış olduq. Mal sayımı əməliyyatında bir neçə funksionallıqlar da mövcuddur. Bunlar haqqında da daha sonra tanış olacaq.
Növbəti təlimdə isə biz malın silinməsi əməliyyatı ilə tanış olacağıq. Sağ olun.